Bir dənə də gecə var. O gecənin adı Leylətur Rəğaibdir. O adı o gecəyə mələklər verib. Gecə bir dənə də namaz var. O namazı sizə deyirəm, 12 rükət namazdır. O da inşallah qeyd olunur. Mən necə qılınacaq baxarsınız, çox çətin deyil. O 12 rükət namazı 2 rükət qılırsan, hər namazı salamları deyirsən. Namazı qılıb qutarandan sonra deyir, bəndə əlin qaldırım, nə istəyirsə Allah verir. Bax dedim sizə, adı Leylətur Rəğaibdir. O gecənin bir qismi heç olmasa yatma. 1/3 hissəsindən sonra mələklər yığışır, deyirəm sizə. 1/3 hissəsindən sonra mələklər yığışır. O anlar dua elə, o anlar hacəti istə, Allahla razı niyaz elə, münacat elə. Gör Allah sənə nələr verəcək. O gecəni oyaq qaldın, o günün orucunu tutdun, o qədər mələk sənin üçün dua eləyir, sən də qarşılıqlı elə. O gecə başda salavatlar deməyə mələklərə. Namaz qıl, dualar elə. Əhl-i Beytə hədiyyə namazları qıl, Peyğəmbərə hədiyyə namazı qıl. Deyir, o namazı qılıb qutarandan sonra get səcdəyə. Filan zikir var, o zikri deyərsən. Deyir, əgər o zikri elədin, qutardın, qutaran kimi, səcdədən başını qaldıran kimi, Allah deyir, mən də nə eləmişdim bugünə qədər, hamısı sildim. Bu təzdən başla, həyatını təzdən başla. Hətta davamında Peyğəmbər belə buyurur. Dənizin köpüklərinin sayı qədəri günah olsa belə. Ağacda olan yarpaqların sayı qədəri günah olsa belə. Dağlarda olan torpaqların dənələrinin sayı qədər olsa belə. Allah deyir, hamısını bağışladım. Bunu ilə qutardın ya Rəbbəl aləmin, deyir, yox. Qiyamət günü gələrsən, qohum əqrəbondan 700 nəfəri seçərsən ki, cəhənnəmə geyəcək, onların əlindən tutarsan, cənnət apararsan inşallah.